Ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armengol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəldi. Parlamentin inzibati binası ilə tanış oldu. Sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armengol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirildi. Görüşdə bu səfərin həm parlamentlər, həm də ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu. Qeyd edildi ki, son dövrlər ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur və bu İspaniyanın baş naziri Pedro Sanchez'in COP29 çərçivəsində ölkəmizə işgüzar səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə əlaqələrin genişləndirilməsi üçün bir sıra birgə təşəbbüslərin həyata keçirilməsinə dair əldə olunan razılığın nəticəsidir. Milli Məclisin sədri qonağı Azərbaycanın Avropaya bərpa olunan enerji resurslarının ixracı istiqamətində həyata keçirdiyi layihələr, ölkəmizin hazırda orta dəhlizdə tranzit ölkə kimi mühüm rolu, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumat verdi. Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edən İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armengol Sosiasın İspaniyanın Azərbaycanın suverenliyini dəstəklədiyini və onunla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırdı. Görüşdən sonra mətbuata açıqlama verildi. Nümayəndə heyətləri arasında az öncə keçirdiyimiz görüşdə Azərbaycanla İspaniya arasında mövcud olan əlaqələri nəzərdən keçirdik. Xüsusən son dövrlərdə ölkələrimiz arasındakı fəal siyasi dialoqun şahidi oluruq. Bu da iki tərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır. Eyni zamanda müqavilə hüquq bazasının genişləndirilməsi üzərində də iş aparılır. Elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq da olduqca vacibdir. Bu sahələrdə əlaqələrin gücləndirilməsi xalqlarımızın, xüsusən gənclərimizin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq. Fransina Armengol Sosias isə İspaniyanın Bakıda öz institusional mövcudluğunu daha da inkişaf etdirmək niyyətində olduğunu dedi. İkitərəfli münasibətlər şübhəsiz ki, əhəmiyyətli iqtisadi və ticarət potensialına malikdir və son vaxtlar ölkələrimiz arasında strateji iqtisadi dialoqun başlanması sayəsində əlavə impuls qazanıb. İspaniya, Ermənistanla Azərbaycan arasında sülh prosesinin sülh sazişinin imzalanması ilə başa çatacağına ümid edir. Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşdə bildirdim ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində əldə edilmiş irəliləyiş İspaniyanı məmnun edir. Briefingdə o da bildirildi ki, parlamentlər arası əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur və bu istiqamətdə ardıcıl işlər görüləcək. Röya Qarabağlı, Elçin Tağıyev, AzTV xəbər.